Pakistan hərbi komandirləri Cənubi Vəziristan vilayətində keçirilən hərbi əməliyyatlar zamanı Taliban qüvvələrinin əsas bazalarını və şəhərlərini ələ keçirdiklərini deyirlər. Ordu əskərləri gözlənildiyindən daha sürətlə irəliləyərək yüzlərlə militantı öldürmüş və mühüm məntəqələr ətrafındakı yüksəklikləri ələ keçirmişlər. Pakistanın ordu briqadiri Fərrux Camal. Onlar bütün ətrafdakı hündür yüksəklikləri tutdular. Bu yüksəkliklərdən onlar bizə şiddətli müqavimət göstərirdilər. Burada çox ağır döyüşlər getdi. Lakin Allaha şükür, biz bütün bu yüksəklikləri tutduq və onları burada öldürdük. Camal deyir ki, onun əskərləri Talibanın təchizat xəttini kəsiblər və hazırda meşədə və dağlarda gizlənən militantları təqib edirlər. Əskərlər militantlardan müsadə etdikləri silah-sursatı və intiharçı jiletlərini müxbirlərə nümayiş etdiriblər. Rızacan, Amerika Sahibkarlıq İnstitutunda kritik təhlükələr layihəsi çərçivəsində Taliban qüvvələrinə qarşı əməliyyatlar izləyir. Onlara aydın oldu ki, döyüş planına əsasən onlar Pakistan ordusu ilə üz-üzə gələ bilməyəcəklər. Bu səbəbdən də müqavimət əridi və militantlar dağlara və qonşu regionlara qaçdılar. Pakistanda Talibana Məhsud qəbiləsi rəhbərlik edir. Bu qüvvələr son aylarda Pakistanın əhali sıx olan məntəqələrində mülki və hərbi obyektlərə qarşı intiharçı hücumları təşkil ediblər. Kritik təhlükələr layihəsində çalışan başqa ekspert Fred Kagan deyir ki, bu hücumlar üzündən Pakistanda Talibana ictimai dəstək kəskin azalıb. Onun sözlərinə görə, əvvəllər İslamçılara verilən ictimai dəstək indi artıq xeyli zəifləyib ki, bu da Talibana qarşı aparılan mübarizədə mühüm elementdir. ABŞ rəsmiləri Pakistanın Cənubi Vəziristandakı əməliyyatlarını alqışlayıblar. Lakin onlar əməliyyatların Şimali Vəziristana da genişləndirilməsini istəyir. Amerikalılar habelə Pakistanın Quetta şəhərində qərargahlanmış Əfqan Talibanı rəhbərliyinə qarşı hərəkətə keçməsini istəyir. Şimali Vəziristandakı Haqqani şəbəkəsi və Əfqan Talibanı Pakistanın kəşfiyyat orqanları ilə sıx təmaslar saxlayır. Ona görə də Fred Kagan onlara hücum edilməyəcəyini düşünür. Cənubi Vəziristanda daxil olmaqla Pakistanın qəbilələr yaşayan zonaları 2001-ci ildə ABŞ-ın Əfqanistana hərbi müdaxiləsindən sonra Əl-Qayda liderləri üçün sığınacağa çevrilib. Analistlər Osama Bin Ladenin də burada gizləndiyini güman edir. Vaşinqtondan Əsgər Möhsümoğlu, Amerikanın səsi.